Əməl, doğru söz, doğru fikir. Ürəyinizdə atə günəşi olsun, əziz dostlar, əziz izləyicilər. Əziz Milli Fədali Hərəkatının difai səhifəsinin izləyiciləri. Biz YouTube kanalımızda minlərlə insanlar bizim şanlı İsrail ordusunun həyata keçirdiyi, Yaxın Şərqdə və İranda həyata keçirdiyi antiterror əməliyyatına dəstəyimizə böyük mənada izləyici marağı artdı və çox sayda bizə zənglər gəldi və cənab prezidentimizin yürütdüyü siyasətdə, xüsusilə 44 günlük vətən müharibəsində və antiterror əməliyyatında İsrail dövlətinin Harop silahları ilə cənab prezidentimizin bir xatirə şəkli olmuşdu və İsrail dövlətinin Müdafiə Naziri və Türkiyə Cumhuriyyətinin Müdafiə Naziri ilə birgə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin çox uğurlu bir əməliyyatlar həyata keçirdiyini sizin diqqətinizə çatdırmaq istəyirəm. Əlbəttə, 1-ci Qarabağ müharibəsində bizim şanlı ordumuzun, müzəffər ordumuzun müzəffər əskəri və şəhidi Albert Ağarunovu təbii ki, rəhmətlə anırıq. Və son günlər sosial medialarda bizim demokratik düşərgədə və bizim demokratiya uğrunda mübarizə aparan dostlarımız çox təəssüflər olsun ki, bugün istər Qənməz Zahid, istər Qurban Məmmədov, istər Rafael Piriyev, istər Qənməz Zahid, Sevinc Osman qızı açıq-aşkar İran İslam Respublikasının Fars Molla rejiminin İsrail ərazisində törətdiyi vəhşiliklər və xüsusilə iki soydaşımızın, inşaatçı soydaşımızın qətliam edilməsi və İslam dünyasında xüsusilə bizim təbii müttəfiqlərimiz və xüsusilə İslam Konfransı Təşkilatına üzv olan ölkələrin Bəhreyn Krallığının, Qətər Ərəb Əmirliyinin, Səudiyyə Ərəbistan Krallığının və digər İslam dünyasında neftlə zəngin olan, neft qazla zəngin olan ölkələrə terror hücumlarını biz şəxsən pisləmişik və bu qətliamı törədən ölkə İran İslam Respublikası 1925-ci ildən Qacar hakimiyyətinin, Qacar Türk hakimiyyətinə son qoymuşdur və Pəhləvilər hakimiyyətini Fars Molla rejimi, Sasanilər və Əhəmənilər dövlətinin varisləri və övladları məhz Hind-Avropa mədəniyyətinə söykənərək bir Pəhləvi Pəlani rejimini qurmuşdular. 1979-cu il İslam İnqilabı adı altında Fars Molla rejimi, Xomeyni və Xamenei rejimi bizim məmləkətimizi 1828-ci il Türkmənçay müqaviləsi ilə 1813-cü il Türk-Gülüstan müqaviləsi ilə bizim torpaqlarımızın bir hissəsini, Araz çayının cənubunu Rusiya çarlığı bölmüşdür. Bildiyiniz kimi 1920-ci ildə Şeyx Məhəmməd Xiyabaninin rəhbərliyi altında bir Azadistan Türk Cumhuriyyətinin, yəni bir firqənin yaradılması, muxtariyyət uğrunda, istiqlaliyyəti uğrunda Şeyx Məhəmməd Xiyabani bir müstəqil bir Güney Azərbaycan Türk Cumhuriyyətinin təməlini qoymuşdur. Çox təəssüflər olsun ki, həmin dövrdə təbii ki, Qacar hakimiyyəti məhz Şeyx Məhəmməd Xiyabaninin anti-Türk siyasətinə görə, xüsusilə o dövrdə Azərbaycanın dünən qeyd olunan bizim ilk satirik jurnalımız olan Molla Nəsrəddin jurnalının dərc olunmasına imkan verməmişdir. Cəlil Məmmədquluzadənin məhz Təbrizdə bizim jurnalımızın çıxmasına imkan verməmişdir. O cümlədən bizim ulu öndərimiz Məhəmməd Əmin Rəsulzadənin qurduğu Azərbaycan Xalq Cumhuriyyətinin qurucularına da o qapını açmamışdır. Təbii ki, bu cür siyasət yürüdən Şeyx Məhəmməd Xiyabaninin yanında olan
bir Pəhləvi Seyid Cəfər Pişəvərinin, bilirsiniz ki, 25-ci ildə həmin dövrdə Qəsri Qacar həbsxanasında yatmışdır və Seyid Cəfər Pişəvəri bir kommunist kimi 1945-ci ildə 21 Azər hərəkatının əsasını qoymuşdur və həmin dövrdə Azərbaycan güneyində ilk dəfə olaraq ikinci müstəqil bir respublikanın təməlini qoymuşdur. Bu respublikanın adı 21 Azər adlandırılırdı. Həmin respublikanın qurucularından Biriya və Firidun İbrahimli də təbii ki, Azərbaycan Yazıçılar İttifaqının üzvləri idilər və həmin insanları da təbii ki, Azərbaycan Kommunist Partiyasının birinci katibi Mirzəfər Bağırovun dəstəyi ilə və Azərbaycan Yazıçılar İttifaqının üzvləri Səməd Vurğun, Rəsul Rza, Süleyman Rüstəmin dəstəyini olmuşdur. Apardığımız araşdırmalara görə həmin insanlar Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında iştirak edilmiş böyük yazıçılarımızın Hüseyin Cavid, Əhməd Cavad, Mikail Müşfiq, Salman Müntazın repressiya olunmasında, onlara qarşı danosların yazılmasında, Yosif Stalinə xidmətlərinə görə onlar hər biri bizim gözümüzdə xalq düşmənidirlər. Təbii ki, bu xalq düşmənləri Azərbaycan Xalq Cümhuriyyətinin qurucularına qarşı xədyanlar, böhtanlar səsləndiriblər və Azərbaycanın müstəqillik tarixində ilk dəfə olaraq, hətta biz bu barədə xüsusi bir video paylaşmışdıq. Bizim böyük öndərimiz Mustafa Kemal Atatürk'ün, Türkiyə Cumhuriyyətinin qurucusu Mustafa Kemal Atatürk'ün əziz xatirəsi, onun vəfatı ilə əlaqədar 1938-ci ildə İsrail dövləti bütün ölkə ərazisində ümumxalq matəm elan etmişdir. Və bu ümumxalq matəmlə bağlı biz video paylaşarkən təsadüfən Rus faşizminə, Fars molla rejiminə xidmət edən vətən xainləri bizim rəy bölümümüzdə güya İsrail dövləti pulun qarşılığında Azərbaycana hərbi yardımlar edilməsi ilə bağlı böhtan xarakterli və qara PR kampaniyasını aparmağa çalışdılar. Biz həmin şəxslərin kimliyini də aşkarladıq və həmin şəxsləri bizim səhifəmizdən iti qovan kimi qovaladıq. Belə xainlər, belə antimilli ünsürlər yüzlərlədir, minlərlədir və Azərbaycanda bəzi dini icmalarda çalışan bir çoxları mən hesab edirəm ki, dövlət təhlükəsizlik xidmətinin təcridxanalarında yatırlar və onların böyük bir hissəsi özlərini ilahiyyatçı, özlərini Müsəlman Birliyi Hərəkatının nümayəndələri kimi aparırlar. Onlar Nardaranda və digər yerlərdə törətdikləri terror hadisələrində, xüsusilə Gəncə hadisələrində Gəncə rayon icra hakimiyyətinin başçısı hörmətli Xanlar Vəliyevin, Elmar Vəliyevin qarşı terror hücumunun, terror sui-qəsdinin iştirakçısı olublar. Və bu terror aktlarının da arxasında Müsəlman Birliyi Hərəkatı olub. Və həmin dövrdə Azəri Freedom kanalının baş redaktoru və bugün baş prokurorluq tərəfindən cinayət işi açılan Qurban Məmmədov Böyük Britaniya krallığında utanmadan İran İslam Respublikasının 1993-94-cü illərdə Azərbaycan Respublikası silahlı qüvvələrinə sızaraq Azərbaycan ordusunun Dağlıq Qarabağ zonasında uğurlu hərbi əməliyyatına təxribatlar yaratmışdır və Azərbaycan ordusunun sirlərini, koordinatlarını İranın xüsusi xidmət orqanlarına, yəni Ettihada məlumatı ötürdüyünə görə Hüseyin Həqiqətpur məhz Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi tərəfindən saxlanılmışdır. Həmin şəxs deportasiya edilmişdir. Həmin şəxs hal-hazırda İranda yaşayır və dünən siz yəqin ki, Böyük Britaniyanın yaşayan Azəri Freedom kanalında bizim Azərbaycan Respublikasının ikinci prezidenti Əbülfəz Elçi bəyin ünvanına və Azərbaycan Respublikasının birinci prezidenti Ayaz Mütəllibovun və Azərbaycan Respublikası üçüncü prezidenti Heydər Əliyevin ünvanına böhtan və hədyanlar səsləndirən həmin o Sepahın generalı Qasi Süleymaninin, terrorçu Qasi Süleymaninin yardımcısı olan deməli
Hüseyn deməli Həqiqətpurun kim olduğu biz müxtəlif Türkiyə Milli İstihbarat Təşkilatından apardığımız araşdırmalar əsasında aşkarladıq. Və o barədə mən bir yazı da yazmışam. Deməli 1991-93-cü illərdə Rusiya Federasiyası və Ermənistan Respublikası Silahlı Qüvvələrinin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin məxsus hərbi sirlərini verdiyinə görə Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidməti tərəfindən axtarışa verilib. O İran İslam Şura Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının vitse-prezidenti vəzifəsini icra edir. Azərbaycan Respublikasında İran İslam Respublikasına xidmət edən bütün dini qurumlar vasitəsilə Cəlal Cəsus qrupu və İslam Partiyasının qurulmasında iştirak edib. Bilirsiniz ki, Azərbaycanda mövcud olan Nardaran, Şuvalan və digər zonalarda İran İslam Respublikasının xüsusi xidmət orqanları məhz orada çalışan axundların vasitəsilə Cəlal Cəsus şəbəkəsinə, İrana cəsusluq edən şəbəkəyə xidmət edirlər və bu məlumatları İranın xüsusi xidmət orqanları olan ehtiyata məlumatları ötürürlər. Və bundan əlavə biz burada bütün Azərbaycan ordusuna məxsus hərbi sirlərini verilmişdir. Və bilirsiniz ki, Azərbaycan Respublikasının o dövrün müdafiə naziri deməli Səfi Məmmədovun 1993-cü ilin dekabrından başlayaraq uğurlu Horadiz əməliyyatında Azərbaycanın ümumi lideri Azərbaycan Respublikasının 3-cü prezidenti Heydər Əliyevin Silahlı Qüvvələrinin Ali Baş Komandanı olduğu dövrdə Azərbaycan ordusunun uğurlu Horadiz əməliyyatında müdafiə naziri kimi uğurlu hərbi əməliyyatlar keçirmişdir. Çox təəssüflər olsun ki, dünənki efirdə Qurban Məmmədov bu barədə bir açıqlama belə vermədi. Əksinə, Azərbaycanda qanunsuz hərbi birləşmələr yaradan və 94-95-ci illərdə Azərbaycan Respublikasının 3-cü prezidenti Heydər Əliyevə qarşı dövlət çevrilişində iştirak edən Azərbaycan Respublikasının Daxili İşlər Nazirinin müavini Rövşən Cavadovun məhz AMON dəstələrinin, Rusiyanın xüsusi xidmət orqanları və Rusiyanın hərbi birləşmələrlə əlbir hərəkət edərək və hətta bu barədə Qurban Məmmədovun efirində Hüseyn Həqiqətpur özü etiraf elədi ki, İranla əməkdaşlıq edirdi. 92-ci ildə faktiki olaraq İrana səfər edərək, Təbrizə səfər edərək açıq-aşkar İrana xüsusi xidmət orqanlarına xidmət etdiyini, Əlfəz Elçi bəyin Güney Azərbaycan məsələsini gündəmə gətirdiyinə görə və xüsusilə Qarabağın xilas yolunun Təbrizdən keçməsi fikirlərinə görə məhz Rövşən Cavadov Sürət Hüseynovla əlbir hərəkət edib. Və bunu açıq-aşkar bütün 10 milyon vətəndaşımız da bunu açıq-aşkar eşitmiş oldu. İndi gördünüzmü biz nəyə görə İsrail dövlətini dəstəkləyirik? Nəyə görə İsrail dövlətinin Həmas, Hizbullah, Haçlı Şabi, Husilər və Durzilərlə terror əməliyyatlarını həyata keçirdiyini açıq-aşkar görürsünüz. Türkiyə Cumhuriyyəti Rusiyaya qarşı, İrana qarşı, PKK terror qruplaşmalarına qarşı Afrin, İbrit əməliyyatlarında əməliyyatlar keçirərək terrorsuz bir Türkiyə fikrinə əsaslanaraq silahların təhvil verilməsinə nail olmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Silahlı Qüvvələri qondarma separatçı Dağlıq Qarabağ Respublikasını yaradan bəzi terror qruplaşmalarının Arayik Aratunyan və digər terrorçuların, Abramyan və digər terrorçuların cinayət məsuliyyətinə cəlb olunması, Laçın buraxılış məntəqəsində saxlanılması ilə bağlı məlumatların da İsrailin Mossad kəşfiyyatı tərəfindən aşkarlanmışdır və İsrail dövləti yeganə ölkədir ki, Ermənistan Silahlı Qüvvələrinin Azərbaycana hərbi təcavüzünə görə BMT-nin qəbul etdiyi 4 qətnaməyə əsasında Azərbaycanın 20% torpaqlarını işğal etdiyinə görə İsrail dövləti Ermənistanla bütün diplomatik münasibətlərini kəsdiyini və ümumiyyətlə səfirliklərin və diplomatik korpuslarının olmadığını yəqin ki, insanlar bilmirlər. Və bilmədikləri üçün bu gün özlərini vətənpərvər və demokratiya uğrunda mübarizə aparılmasını iddia edən və özlərinə Turan ideyasının
xidmətkarı deyən insanlar hətta bizim Osmanlı imperiyasının dövründə Osmanlı ərazisində qurulmuş Karaman bəyliyinin, Karasi bəyliyinin, Candarlıoğlu bəyliyinin bayraqlarında məhz Xəzər xaqanlığının Davud ulduzuna bənzər bir bayrağının olduğunu belə fərqində deyirlər. Bilirsiniz ki, bu bayraqda məhz Dəclə və Fərat çayı üzərində, Nil və Fərat çayı üzərində böyük bir Sion dağının ətəyində bir Yahudi dövləti qurulduğunu və Yahudilərin tarixi torpaqlar olduğunu və bilirsiniz ki, İsa Peyğəmbərin edam edilməsindən sonra və Musa Peyğəmbərin Misir yaylağından onların sürgün edilməsindən və Roma imperiyasının dövründə Yahudilərə qarşı və xüsusilə Hitler Almaniyası dövründə Ukrayna ərazisində və digər ərazilərdə, Polşada nə qədər Yahudilərin qətliam edilməsindən yəqin ki, bu insanların xəbəri olmamış olmaz. Bugün dünyanın ən demokratik ölkələrindən beynəlxalq insan haqları təşkilatlarının, xüsusilə Human Rights Watch, Freedom House, Amnesty International və Reportyorların Azadlıq Cəmiyyəti və o cümlədən BMT, UNESCO, ISESCO, NATO və Davos İqtisadi Forumu və müxtəlif beynəlxalq təşkilatların, hətta son günlər yaradılan Sülh Şurasının da əsas maliyyə mənbəyi məhz Yahudi lobbisi tərəfindəndir. Dünyanın aparıcı transmilli kooperasiyalar, məsələn, BP, Total şirkəti, Standard Oil şirkəti, yəni Amerikanın, İngiltərə və Fransanın kimi demokratik ölkələrin şirkətlərinin, neft qazla zəngin olan şirkətlərin, böyük bir iş adamlarının, xüsusilə zəngin milyarderlərin və Soros və yaxud da Morgan və yaxud da Rockefeller, Rothschild ailələrinin mülkiyyətində olduğunu yəqin ki, bilirsiniz. 19-cu əsr sənaye inqilabından sonra böyük mənada Nobel qardaşlarının da Yahudi əsilli bir Norveçli bir iş adamının Azərbaycana böyük bir sərmayələr qoyduğunu və böyük neft milyonçumuz Hacı Zeynəddin Tağıyevin böyük mənada əməkdaşlığın hesabına Azərbaycanda müasir bir Realnı məktəblərinin və o cümlədən Azərbaycanda Murtuza Muxtarovun dəstəyi ilə Səadət sarayının tikilməsi, Azərbaycanda 1918-ci ilin dekabr ayında əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyətinin parlamentin, indiki Əlyazmalar İnstitutunun və Əli Qızlar Məktəbinin binasının tikintisində də məhz Yahudi iş adamlarının Azərbaycanla əməkdaşlığının hesabına baş verdiyinə şübhə yoxdur. Bilirsiniz ki, Çar Rusiyası, Çar rejimi Azərbaycanın Araz çayı sərhəd olmaqla iki yerə bölən və 1925-ci ildə Azərbaycan ərazisində, Arazın o tayında bir Pəhləvi dövlətinin qurulmasında dəstək verdiyini və 1827-ci ildə İrəvan quberniyasını, İrəvan xanlığını işğal edərək oraya İrəvan quberniyası adlandırıb, 1918-ci ildə 29 mayında məhz Azərbaycan Xalq Cümhuriyyətinin sosialist fraksiyası, Rus yönümlü sosialist fraksiyasının səs çoxluğu ilə İrəvan xanlığının ərazisinin Ermənistana güzəştə edilməsi qərarını da Çar rejimi güzəştə eləmişdir. Bilirsiniz ki, Azərbaycanın Zəngəzur mahalının, Qərbi Zəngəzur mahalının hal-hazırda Azərbaycan Respublikasının diplomatik nümayəndəliyinin açılmamasının səbəbkarı məhz İran İslam Respublikasıdır ki, orada indiki Qafan deyilən, amma Qərbi Zəngəzur mahalı, Qərbi Azərbaycanı birləşdirən bir ərazidə Azərbaycan Respublikasının diplomatik nümayəndəliyin olmaması, orada İran İslam Respublikasının nümayəndəliyinin və konsulluğunun olması da sübut edir ki, məhz xüsusilə 2-ci Qarabağ müharibəsi zamanı İran İslam Respublikasının sərhəd bölgəsində olan Dağlıq Qarabağın ətraf rayonlarının işğaldan azad olunması zamanı Xudafərin körpüsündə məhz Qız Qalası su elektrik stansiyasının tikintisində məhz Azərbaycanın İranla bir soyuq münasibətlərinin
təbii ki, yaranmaması naminə gerçəkləşdirdiyini və orada yaşayan soydaşlarımızın iqtisadi durumunun yaxşılaşmasına hesablandığını, bunu yaxşı bilirsiniz. Və digər tərəfdən bəzi insanlar hətta Rusiyanın deməli xüsusi xidmət orqanlarının Azərbaycandakı nümayəndəliyinin Azərbaycanda yaydığı dezinformasiya əsasında belə bir informasiya yayırlar ki, güya Rusiya Azərbaycanın dəmir yol xətti ilə İrana humanitar yardım edilib və bu humanitar yardım ümumiyyətlə Rusiya hara, humanizm hara? Çünki bugün Ukrayna Respublikasının ərazilərinin 20%-ni, Gürcüstan Respublikasının Abxaziya və Cənubi Osetiya ərazisini, Moldovanın Dnestryanı ərazilərini və Azərbaycanın tarixi Dərbənd, Dəmirqapı Dərbənd ərazisini işğal edən bir ölkənin hansı humanizmdən danışmaq olar? Və buna əlavə Rusiyanın 10 noyabrdakı hərbi kontingentinin Azərbaycanın Dağlıq Qarabağ zonasına girişindən sonra Azərbaycanın Laçın zonasında Azərbaycan Respublikasının üçrəngli bayrağının dəfələrlə xuliqancasına endirilməsi, Azala məxsus mülki təyyarənin dekabr ayında 2024-cü ildə törədilən terror aktının Azərbaycanlı soydaşlarımızın, Rusiyadakı soydaşlarımızın və diaspora nümayəndələrinə qarşı terror həmlələri və 44 günlük müharibədə Azərbaycana dəstək verən bizim güneyli soydaşlarımızın İrana məxsus hərbi tırların dayandırılmasına görə onları edam hökmü verən Fars Molla rejimidir. Ona görə də dostlar, əziz izləyicilər, biz hesab edirik ki, İsrail dövləti bugün həyata keçirdiyi, Amerika ilə birlikdə həyata keçirdiyi antiterror əməliyyatı tamamilə ədalətli və tamamilə beynəlxalq hüquqa uyğundur. Çünki bilirsiniz ki, dünyanın ən demokratik ölkələrinin bugün təbii ki, ümumi rəyi ondan ibarətdir ki, Sepah məhz terror təşkilatıdır. İran İslam Respublikası bir terror dövlətidir və bu barədə Avropa İttifaqının, Avropa Şurasının da ümumi qənaəti ondadır ki, orada yaşayan bütün xalqlar, azsaylı xalqlar insan haqlarının və söz azadlığının pozulması, oradakı internetin kəsilməsi və 20 minə yaxın nümayişçilərin terrora məruz qalması və onların öldürülməsi də bir terrordur. Bundan əlavə bilirsiniz ki, Fələstində Həmas terror qruplaşmaları mövcuddur. Fələstin adlı bir terror dövləti qurmaq istəyində olan İran İslam Respublikası, Rusiya Federasiyası bunu anlamalıdırlar ki, biz buna qətiyyətlə izin verməyəcəyik. Buna dəstək verməyəcəyik. Ona görə ki, 44 günlük müharibədə və 1-ci Qarabağ müharibəsində Fələstin adlı bir vilayət, Fələstinin rəhbəri, istər Yasir Ərəfat, istərsə də Mahmud Abbas heç bir zaman Azərbaycan Respublikasının ərazi bütövlüyünə nəinki dəstək verib, hətta bizim Dağlıq Qarabağdakı dini abidələrimizə, xüsusilə bizim hətta Azərbaycanın şimalında olan abidələrimizə belə hörmətsizlik göstərən erməni vandallarının səsini belə çıxarmayıb və o cümlədən Azərbaycana səfəri zamanı Türk Qafqaz İslam ordusunun şəhidliyini belə ziyarət etməməsi bir daha onun hansı simada olduğunu, hansı sifətdə olduğunu bir daha sübut edir. Və nəzərinizə çatdırım ki, Fələstin adlı bir vilayət anlayışı məhz Roma İmperiyası dövründə yaradılmış bir qondarma bir vilayətdir. Hətta Suriya adlanan bir vilayət də məhz Yahudilərin müqəddəs torpaqlarında yaşayan insanların ərazisinə, birisi Şam ərazisində, o ərazi də tarixən İsrail krallığının, Yahudi krallığının tarixi ərazisi olub. Bir sözlə, biz Theodor Herzlin yazdığı Böyük Yahudi Dövlət kitabını mən insanlara istəyərdim tövsiyə edəm. Gördüyünüz kimi dostlar, bu kitab 1895-ci ildə yazılmış bir kitabdır və bunu bizim dostlarımız, xüsusilə Milli Fikir Mərkəzinin və Kitabistan nəşriyyatının dərc elədiyi bir, tərcümə etdiyi bir kitabdır. Bu kitab bilirsiniz ki, Türkiyədə də
nəşr olmuş bir kitabdır və bu bilirsiniz ki, Sultan Əbdülhəmidin hakimiyyəti dövründə Osmanlı imperatoru, Osmanlı xaqanı, Türk xaqanı Əbdülhəmidin dövründə yazılmış bir kitabdır və bu kitabda Bazeldə keçirilən ilk Siyonist konqresdə Avstriyalı bir hüquqşünasın yazdığı kitabdır. Mən bu barədə istəyərdim sizə məlumat verim. 1860-cı ildə Budapeşt şəhərində dünyaya gəlmiş Theodor Herzl 1878-ci ildə ailəsi ilə birlikdə Viyanaya köçmüşdür. Yəni bilirsiniz ki, Macarıstan Türk torpaqlarıdır və Macarıstan dövləti də bizim qədim Oğuzların yurdudur. 1880 Hunların təbii ki, Oğuz xaqanın qurduğu Attilanın fəth elədiyi bir torpaqdır. 1884-cü ildə Viyana Universitetinin hüquq fakültəsinin doktorluq dərəcəsi ilə bitirib və bundan əlavə bir müddət Viyana, Salzburg məhkəmələrində işləyib. Hüquq sahəsindəki uğurları ilə yanaşı yazıcı, dramaturq və jurnalist kimi fəaliyyət göstərən Herzlin öz həyatını və Yahudilərin 20-ci əsrdəki taleyini formalaşdıracaq antisemitizmlə ilk tanışlığı Viyana Universitetində oxuduğu dövrdə baş vermişdir. Daha sonra Fransanın Paris şəhərində, paytaxt Paris şəhərində jurnalist kimi fəaliyyət göstərdiyi dövrdə bu məsələyə dəfələrlə üzləşdi. Nəticədə Yahudi problemini sosial məsələ kimi qəbul edərək assimilasiya və konversiyanın çıxış yolu olmadığını Getto adlı piyesində yazmışdır. Theodor Herzl Yahudilərin müqəddəs kitabında deyildiyi kimi Fələstində qurulacaq dövlətin xəyallə qələm aldığı Yahudi dövləti kitabını 1896-cı ildə bir il sonra çap etdirmişdir. Yahudi dövlətinin qurulmasından bəhs edən bu kitab Siyonizmin güclənməsinə təkan vermişdir. Yer gəlmişəm 1948-ci ildə qurulan Yahudi dövləti məhz ilk dəfə Türk dünyasında Türkiyə Cumhuriyyəti tanımışdır. Theodor Herzl 1897-ci ildə təsis olunan Dünyanın Siyonist Təşkilatının qurucularından və İsveçin Basel şəhərində təsis olunan konqresin təşkilatçılarından biridir. Konqresdə mitingdə mən bu gün Yahudi dövlətini qurdum, ancaq bunu yüksək səslə desəm, bütün dünya mənə gülər. Lakin 5-50 ildən sonra hər kəs bunu böyle biləcək. Lakin həmin konqresdə yaradılması planlaşılan Yahudi dövlətinin sərhədləri müəyyənləşdirilmişdir. Bu hadisədən 51 il sonra Yahudi dövləti öz müstəqilliyini elan etmişdir. Yahudilər üçün günəş qürub etdiyi andan etibarən sürgün həyatı yaşadıkları tarixin bütün gecələrində dövlət qurmaq xəyalından bir an belə vaz keçmədilər. Yeri gəlmişən dostlar, mən İsraili dəstəkləməyim həm də onunla bağlıdır ki, tarixi Xəzər xaqanlığı bilirsiniz ki, ərəblərə qarşı, farslara qarşı, yəni Sasanilərə qarşı və ərəb xilafətinə qarşı müharibə aparmışdır və deyilənə görə Babəş də, Cavanşir də məhz Xəzər xaqanlığı ilə əməkdaşlıq etmişdir və Bizansla əməkdaşlıq etmişdir. Və bundan əlavə bilirsiniz ki, Şah İsmail Xətai də özü bilirsiniz ki, Yahudizması ilə çox yaxın münasibətlər qurub, bilirsiniz ki, Vatikan dövləti özü də, Roma imperiyası özü də, Vatikanın, papaların özü də Yahudi icmasından dəstək alan, Yahudi icmasından maliyyələşən bir qurumdur. Ümumiyyətlə, dünyada bütün demokratikləşmə prosesində, xüsusilə Ukraynadakı narıncı inqilabı, Gürcüstandakı Qızılgül inqilabı, o cümlədən Ermənistandakı Məxməri inqilabı, Azərbaycanda 1992-ci ildə Xalq Cəbhəsi və Müsavat Cütlüyünün Azərbaycanda demokratiyanı bərqərar etməsi, bütün bunlar və Azərbaycandakı insan haqlarının və söz azadlığının qorunmasına xidmət edən bir çox beynəlxalq insan haqları təşkilatları və dünyanın belə deyək, ən demokratik ölkələrinin bir ittifaqı sayılan Avropa İttifaqı, Avropa Şurası, NATO və o cümlədən digər BMT və İSESCO, UNESCO-nun kimi aparıcı qurumların da maliyyə mənbəyi məhz Yahudi lobbisi tərəfindən gerçəkləşdirilir. Ona görə də biz müxtəlif formada Rusiyanın və İranın avtoritar rejimlərə, teokratik rejimlərə dəstək verdiyini biz dəqiq bilirik və bu barədə insanlarımıza bu teokratik rejimlərə, avtoritar rejimlərə dəstək verməməyə, dövlətimizə və xalqımıza
dəstək verməyə, cənab prezidentimizin ətrafında sıx birləşməyə çağırırıq. Biz hətta TV Musavatın evində belə bir saytında belə bir xəbər yayıldı ki, ölkəmizdə hicabların ləğv olunması və o cümlədən kələğayların bərpa olunması informasiyasını verilməsi və bundan sonra Rusiyanın, İranın xüsusi xidmət orqanlarının əmri ilə TV Musavat bu xəbəri silməsi və üzrxahlıq etməsi böyük mənada rəzillikdir. Bir medianın, xüsusilə Ulu Öndərimiz Məhəmməd Əmin Rəsulzadənin əsasın qoyduğu Müsavat Partiyasının vaxtilə mətbuat orqanı olan bir medianın bugün özünü cənab prezidentin dəstəkləyən, cənab prezidentin siyasətini dəstəkləyən, cənab prezidentdən müxtəlif ordenlərlə təltif olunan və mənzillərlə təmin olunan bir jurnalistin bu cür biabırçı bir rəzillik yaradan, İran Fars Molla rejiminin xeyrinə oynayan bir xəbəri götürüb bir şəkildə, belə deyək, İsrailin, daha doğrusu İranın əleyhinə oynayan bir xəbəri götürüb silməsi bir məsuliyyətsizlik və ləyaqətsizlikdən başqa bir şey deyil, dostlar. Ümumiyyətlə, bu Azərbaycan dövlətçiliyinə böyük mənada xəyanətdir. Və Azərbaycan sekulyar və dünyəvi dövlətdir. Şəriət dövləti deyil, dostlar. Məktəblərdə hicabların qadağan edilməsi tamamilə konstitusiyaya uyğundur, dostlar. Biz hansısa xarici dövlətlərin geyimləri ilə çıxmalı deyilik, dostlar. Bizim milli köklərimiz, milli adət-ənənələrimiz, milli mənəvi dəyərlərimiz var. Biz heç bir halda başqa xalqların və bizi əsrlər boyu, minillər boyu çadırlara bürütmüş bir ölkənin Molla Nəsrəddinçilərin və Mirzə Fətəllah Axundovların və Cəfər Cabbarlıların biz övladlarıyıq və onların ortaya qoyduğu dəyərləri və bugün üçrəngli bayrağımızda mən o bayrağı da sizə göstərim, dostlar. O bayraq bizim kimliyimizi də, bizim gələcəyimizi də və keçmişimizi də, milli mənəvi dəyərlərimizi də ifadə edir, dostlar. Və bu gördüyünüz bizim üçrəngli bayrağımızdır və bu üçrəngli bayraqda bizim etnik mənsubiyyətimiz, bizim gələcəyimiz, bizim dövlətimizin formasiyası və bizim dini dəyərlərimiz öz əksini tapıb. Yəni biz şəriət dövləti deyilik, dostlar. Hansısa yaramaz, hansısa savadsız, zorla insanları şəriətə sürükləyən, şəriəti dəstəkləyən insanlar var. Və onları mən cinayətkar və onların Azərbaycanın konstitusiyasına hörmətə çağırıram. Konstitusiyaya əməl etməyə çağırıram. Ona görə də bu cür məsuliyyətsiz addımlar atan insanların məsuliyyətə cəlb olunmasını tərəfdarıyam. Nə olsun ki, özünə müstəqil media deyən Rauf Arifoğlu vaxtilə cənab prezidentin ünvanına hədyanlar səsləndirirdi. Siz xatırlayırsınızmı? 2005-ci ildə parlament seçkilərində mən o çıxışı da səsləndirməyə özümə rəva bilmirəm. Amma vaxtilə bu insan bu cür fikirlərlə insanlarda çaşqınlıq, insanları dövlətə qarşı və ölkənin o dövrdə baş naziri olmuş cənab prezidentimiz İlham Əliyevə qarşı nə qədər hədyanlar, nə qədər böhtanlar səsləndirirdi. Və necə olur ki, belə insanlar bugün özlərini cənab prezidentin dəstəkçisi kimi qiymətləndirirlər. Bəs nəyə görə öz medialarında Güney Azərbaycanın bayrağı ilə, Güney Azərbaycanın ziyalılarını, məsələn, Əjdər Tağzadəni və yaxud da bizim Mahmudəli Çöhrəqanini dəvət eləmirlər? Və necə olur ki, bugün özünə Turan Partiyasının başqanı deyən və özünə Reaksiya TV-nin müstəqil medianın nümayəndəsi deyən deməli Zar Qərboğlu necə olur ki, və yaxud da bizim Laf TV-nin baş redaktoru Ləman Əşrəf qızı, bu insanlar özlərinə millətçi, özlərinə turançı deyirlər. Amma bugün bizim turançılığımıza, bizim milli dəyərlərimizə, millətçilik ruhumuza, bizim bütövləşməmizə və bütöv Azərbaycan birliyinə qarşı çıxırlar. Və necə olur ki, bu insanlar İsrail əleyhdarı olurlar? Bu çox qəribə bir təzad deyilmi?
dünyanın ən demokratik ölkəsində yaşayasan, Böyük Britaniyada yaşayasan, Almaniyada yaşayasan, Amerika Birləşmiş Ştatlarında yaşayasan və özünə jurnalist deyəsən və çıxasan İsrail əleyhinə fikirlər səsləndirəsən. Və sən Vaşinqtonda oturan təbii ki, Qarakənddə vertolyot qəzasında terror nəticəsində şəhid olan Osman Mirzəyevin qızı Sevinç Osman qızı uzun illər Azərbaycan televiziyasında, ANS televiziyasında çalışmışdır. Görürsünüzmü, bugün o tam şəkildə işə olundu. Və yaxud da Azərbaycan Xalq Cəbhəsi Partiyasının mətbuat xidmətində çalışan Azadlıq qəzetinin baş redaktoru Qənimət Zahid və yaxud da bugün özünə demokratiya uğrunda mübarizə aparan şəxs kimi özünə bloger deyən Rafael Piriyev və yaxud da özünə hüquq müdafiəçisi və hüquqşünas kimi qiymətləndirən və heç bir Avropa dövləti tərəfindən tanınmayan bir yalnız İsveç krallığında tanınmış kimi sayılan Azərbaycan Xalq Parlamentinin üzvü Qurban Məmmədov. Baxın, bu insanlar hal-hazırda baş prokurorluğumuz tərəfindən cinayət məsuliyyətinə cəlb olunurlar. Doğrudan da bu qərarın nə qədər uzaq görən, nə qədər qətiyyətli olduğunu bir daha gördük. Demək ki, bu insanların iç üzləri yalnız İsrail-İran müharibəsindən sonra açıq-aşkar üzə çıxdı. Və görəsən, biz də həmin ölkələrdə yaşasaydıq, biz həmin ölkələrdə, təbii ki, biz yer gəlmişkən bu yaxınlarda Fransız filosofu Charles Louis Montesquieu'nun Qanunların Ruhu kitabını aldıq və biz bunu oxuyuruq. Biz Azərbaycanda demokratiya nədir, hüquq nədir, konstitusiya nədir və demokratiyaya necə qovuşmaq olar, demokratik cəmiyyəti necə qurmaq olar. Bütün bunları biz sosial media vasitəsilə açıq-aşkar görürük ki, cəmiyyətimizdə demokratiyanın və dövlətçiliyə nə qədər ziyan vuran terrorçular var. Və sosial mediada saxta profillərlə bu məsələdə bizim nə qədər haqlı olduğumuzu bir daha gördük. Və bizim nə qədər qətiyyətli mövqedə olduğumuzu bir daha gördük. Mən hesab edirəm ki, bugün İsrail əleyhinə danışan, Amerika Birləşmiş Ştatlarının əleyhinə danışan bəzi insanlar bu ölkəni sevməyən, bu dövləti sevməyən, beynəlxalq hüququ tapdalayan, beynəlxalq hüquqdan xəbəri olmayan bəzi insanlar da var. Və digər tərəfdən bugün hətta Ramiz Mehdiyev işində adı hallanan Azərbaycanın Demokratik Qüvvələrin Milli Şurası adlandırılan bir sədrin Cəmil Həsənlinin də təbii ki, görürük ki, açıq-aşkar görürük ki, o da bizimlə danışıqda bu açıq-aşkar görünür ki, mövqeyi də bir mənalı qəbul olunmur. Yəni, İsrailin, hətta biz bu yaxınlarda təqsirlənən şəxslərdən və bizim jurnalist dostlarımızdan hal-hazırda beynəlxalq təşkilatlar tərəfindən siyasi məhbuslardan olan Toplum TV-nin baş redaktoru Ələsgər Məmmədoğlu'nun Türkiyədə təhsil almış çox savadlı bir jurnalistin hətta İsrail əleyhdarı olduğunu məhkəmə iclasında, məhkəmə zalında açıq-aşkar gördük. Yəni, bu nə deməkdir? Bu o deməkdir ki, bu insanlar artıq açıq-aşkar maskalarını cırırlar. Maskaları görünür və bu insanların çirkin üzləri görünür. Bugün Azərbaycanda cənab prezidenti dəstəkləyən və mən məsələn tanıdığım bizim Milli Fədali Hərəkatı sıralarında olmuş As Times'ın baş redaktoru Pərvin Abışeva və yaxud da Press Klub televiziyasının teleparçısı Kamran Həsənli və yaxud da Media Türk televiziyasının teleparçısı Səidə Bərkə qızının İsrail əleyhdarı olduğunu, İsrail tərəfdarı olduğunu sosial medialardan agah olduq. Və bizə çox qəribə gəldi ki, həqiqətən çox az sayda Azərbaycanda İsrail tərəfdarı olduğunu gördük. Bu özü bir rəzillikdir, çünki Azərbaycanda 70 il
Qafqaz Müsəlmanlar İdarəsi var və Qafqaz Müsəlmanlar İdarəsinin də fəaliyyətini də hamımız agahıq və bu barədə məncə əlavə şərhə ehtiyac yoxdur. Və Qafqaz Müsəlmanlar İdarəsi də mütləq Dini Qurumlar üzrə Dövlət Komitəsinin tam nəzarətinə keçməlidir və bu ümumiyyətlə keçmiş SSR məkanından tamamilə təcrid olunmalı bir vəziyyətdə və Azərbaycan Respublikasının konstitusiyasına uyğunlaşdırılma səviyyəsində fəaliyyətini davam etdirməlidir. Bizim qənaətimiz ondan ibarətdir ki, ümumiyyətlə biz bu məsələləri artıq insanların gerçək üzlərini görürük və kimlərin demokratiyanın, kimlər dövlətçiliyə xidmət etdiyini artıq görmüş olacaq. Və özlərinə qazi deyən, özlərinə şəhid alilər deyən insanların da mən çağırış edirəm ki, qətiyyətlə İrana dəstək verməsinlər və İran lehtarı olmasınlar. Çünki onlar 44 günlük müharibədə kimin bizim dostumuz, kimin bizim müttəfiqimiz olduğunu hamı gördü. Ona görə də ağlı başında olan insan və ruhu problemi olmayan insanlar bilsinlər ki, biz həqiqətlərin və tamamilə insan haqlarını qoruyan tərəf haradırsa, biz onların yanındayıq. İnsan haqlarını qoruyan, insan haqlarının təmin olunmasına çalışan, bugün Amerika Birləşmiş Ştatlarının baxın, hava hücumundan müdafiə sistemi nə qədər İraqa məxsus neft bazalarını, neft kimya zavodlarını və yaxud da müxtəlif istiqamətdə müxtəlif hərbi obyektlərini zərbələr endirir. Və biz buna sevinməliyik, çünki bu bizə məxsus olmayan, bizi əsrlər boyu, minillər boyu əsarətdə saxlayan bir xalqın, Fars xalqının bizə törətdiyi cinayətlərdən özümüzü qoruyuruq. Və nəyə görə buna sevinməyək? Nəyə görə bu addımlara sevinməyək? Bu antiterror əməliyyatları bizim azadlığımıza, bizim müstəqilliyimizə söykənir. Bəzi qüvvələr görürəm ki, özünə Turancı deyən insanlar açıq-aşkar anti-İsrail, anti-Amerika təbliğatına aparırlar. Görünür bunlar Moskvanın xoşuna gəlmək üçün, Moskvadan çox soğuk almaq üçün yenidən belə bir addıma əl atırlar. Bəs görəsən Şuşa bəyannaməsini nə tez unutdular? Nə tez bizim Harop silahlarını unutdular. F-16 silahlarını unutdular. F-35 silahlarını unutdular. İstiqlal zavodunun və yaxud da baxın o barədə biz yazı yazdıq. Görürük ki, özünə kino rejissor deyən və bizim hamımızın sevimlisi və sevə-sevə izlədiyimiz Bölmə serialında bir Mahir Dəvriş adlı bir aktyorumuz var. Görürəm ki, insan gəlib bizə yol göstərir. Adama sual verən lazımdır ki, sənin kino sahəsində hansısa təşəbbüsün varsa, hansısa bir deyək İsrailin tarixi haqqında nəyisə təşəbbüsünüz varsa, buyurun yazın. Və biz sizin təşəbbüsünüzü qiymətləndirəcəyik. Amma siz kimsiniz ki, gəlib bizə Azərbaycan dilinin qrammatikasından danışırsınız? Bizə kimsə Azərbaycan dilinin nöqsanlarından danışır. Siz kimsiniz gəlib bizə bir növ dil mütəxəssisi olmuşsunuz? Hamınız dil mütəxəssisi olmuşsunuz, amma özünüzün milli qeyrətiniz, milli qürurunuz çatmır ki, deyəsiniz ki, qardaş, orada 50 milyon Azərbaycanlıların hüquqları tapdalanır. Azərbaycanlıların hər gün edam cəzasına məhkum oldular. Bəs bunların cavabını kim verəcək? Bunun cavabını kim verəcək? Bunun hesabını kim verəcək? Bəs oturub Pezeşyan prezident kimi niyə görə onların cavabını vermir? Niyə bu edamların qarşısını almır? Hansı edamın cəzasının qarşısını alıb? Hansı edamın cəzasının qarşısını alıb ki, biz gedək onlara dəstək verək? Biz özümüzə başqa bir ölkənin prezidentini axtarmayaq. Biz öz məmləkətimizi, öz vətənimizi, öz dövlətimizi sevməyi bacarmalıyıq və beynəlxalq hüququn kimin yanında olduğunu, kimin haqlı olduğunu tarix sübut edəcək. Və sual verirəm, bəs bu Xəzər xaqanlığı dövründə, ümumiyyətlə İsrailin tarixində, Yahudi krallığın dövründə hansı bir fakt mənə deyə bilərsiniz kimi Türk millətinə qarşı qətliamlar ediblər, Türk millətinə qarşı soyqırımlar ediblər. Baxın, BP şirkəti və yaxud da Total şirkətləri Azərbaycanda Bakı-Tiflis-Ceyhan kəmərlərinin, Bakı-Tiflis-Qars kəmərlərinin, Bakı-Tiflis Ərzurum kəmərlərinin çəkilişində, TANAP layihəsində
TAP layihəsində iştirak ediblər. Böyük Britaniyanın bir şirkəti Qarabağ zonasında, Şərqi Zəngəzur zonasında böyük iqtisadi layihələr həyata keçirib. Su elektrik stansiyası, külək enerjisi və digər alternativ enerji mənbələrindən istifadəsi üçün və istifadəyə verilməsi üçün investisiyalar qoyub. Böyük Britaniyanın aparıcı transmilli kooperasiyaları, Yahudi icması Azərbaycanda Formula 1 yarışlarının Azərbaycanda keçirilməsi, Avropa oyunlarının keçirilməsinə dəstək verib. Bəs nəyə görə bu gün o barədə heç bir kəs yazmır? Amma çıxırlar medialarda Formula 1-ə qarşı, Avroviziyaya qarşı çirkin kampaniya aparırlar. Azərbaycanın dünyada tanınması, Azərbaycanın Avropa inteqrasiyasını istəmirlər. Və bunlar ikiyüzlü və riyakar insanlardılar və hesab edirəm ki, hər bir insan öz fikrində azaddır və azadlığını da elə ifadə eləməlidir ki, insanlara nifrət yaratmasın. Kim bizə qarşı nifrət yaradacaqsa, kim bizə qarşı düşmənçilik edəcəksə, biz onun çirkin üzlərini açıb tökəcəyik. Və biz 5 dəfə seçdiyimiz, 5 dəfə etimad göstərdiyimiz Cənab Prezidentimizin yanında ona görə sıx birləşirik ki, onun yürütdüyü xarici siyasət nəticəsində bugün biz dünyada hörmət sahibi, söz sahibi oluruq. Baxın, TRIP dəhlizinin çəkilişi ilə bağlı Cənab Prezident Türk Dövlətlər Təşkilatının nümayəndə heyətini qəbul edərkən, Bakıda qəbul edərkən 90%-in avtomobil yolunun və 70%-nin dəmir yol çəkilişinin gerçəkləşdiyini və Kars-Naxçıvan dəmir yol xəttinin də birləşəcəyi ehtimal olunur və təbii ki, haradasa milyonlarla dollar ton yük daşımaların gerçəkləşəcəyini bildirir. O böyük bir uğurdur. Və niyə görə buna sevinməyək? Niyə görə buna qürur duymayaq? Və TRIP dəhlizindən ən çox yararlanan elə Yahudi icması olacaq. Bugün Amerika Birləşmiş Ştatlarının Trump administrasiyası respublikaçılar Azərbaycanla müttəfiqlik xartiyasını imzaladılar. İndi sual olunur ki, özünə Turançı deyən adamlar, bugün Cənab Prezidenti dəstəkləyən, Cənab Prezident siyasətini dəstəkləyən insanlar niyə onun mövqeyinə qarşı çıxış edirlər? Cənab Prezidentin, mən o çıxışı, bilmirəm, yəqin ki, yadınızdadır, o çıxışı mən səsləndirim, görün Cənab Prezidentimiz nə ifadə edib. Nə üçün İran üzərindən silahları gətirə bilmirlər? Ona görə ki, İran bizim dost, qardaş ölkəmizdir. Ona görə ki, öz hava məkanını bağlayıb, bizim xahişimizi nəzərə alaraq, ona görə ki, istəməyib ki, onlar gəlib Azərbaycanlıları öldürsünlər. Nə üçün? Çirkincə, namərdcə, nakişi kimi Naxçıvana zərbə endirmək, bu ləkə onların çirkin və eybəcər simasından heç vaxt silinməyəcək. İlham Əliyev bunu Təhlükəsizlik Şurasının iclasında deyib. Bu Azərbaycan silahlı qüvvələri... Və Qurban Məmmədova mən səslənirəm ki, Əfəz Elçi bəyin... Mənə məlumat verilir ki, İranın Xarici İşlər Nazirinin müavini Bakıya zəng edir, xahiş edir ki, Livanda qalmış İran səfirliyinin əməkdaşlarını Azərbaycan kömək eləsin, təxliyə etsin. Çünki onların imkanı yoxdur. Mənə məruzə edildi, mən dərhal göstəriş verdim ki, köməkli göstərin, təyyarə göndərin. Hətta onlar dedilər ki, biz bunun pulunu da verməyə hazırıq, dedim ki, lazım deyil. İndi dar gündə biz köməklik göstərməsək, bəs nə vaxt köməklik göstərməliyik? Axı, bütün bunların müqabilində çirkincə, namərdcə, nakişi kimi Naxçıvana zərbə endirmək, bu ləkə onların çirkin və eybəcər simasından heç vaxt silinməyəcək. Martın 5-i Naxçıvana İran ərazisindən dron düşüb. Nəticədə 4 nəfər... İran'ı siz deyirsiniz, İran'a dostluq ve düşmanlık. İran son vaxtlarda görürsünüz. Deyirsiniz, 17 şəhəri İran'a birləşdirilməlidir. 30 milyon Azərbaycan Türk bir məktəbi yoxdur.
Ben İran'ın ne için dost olmalıyım? Hansı vatandaş hukumen hansı benim ləyaqətsizliyim ona imkan verməli ki, ben onu eləməliyim? Ne için olur bu? Dostlar, mən ümumiyyətlə bu qeyri-səmimi bir medianın təbliğatının boğaza yığılmışam. Ümumiyyətlə bu özünə media deyən adamlar, bugün cənab prezidenti dəstəkləyən insanların bəzilərinin artıq mən görürəm ki, çirkin üzləri ortaya çıxır. Cənab prezident İranla bağlı bu fikirləri səsləndirir və bizim Elçi bəyimiz və bizim demokrat prezidentimiz, dünyada demokrat kimi tanınan Elçi bəyin fikirlərini gözlərinin qabağına gətirsinlər. Və ondan sonra gəlsinlər bizim haqqımızda nəsə desinlər. Rasim Balayevin çəkildiyi filmlərdə də bu məsələ öz əksini tapıb. Baxın, mən həmin filmdən bir səhnəni, Doğma Sahillər filmindən bir səhnəni sizə səsləndirim. Nüsrət Kəsəmənli ilə bir səhnəni bölüşmüşdü. Bu, bilirsiniz də, bu sərhəd məsələsi. Əcnəbilərin bizim məmləkətimizdə ağalıq eləməkləri mənə çox ağır gəlir. Çox gözəl başa düşürəm. Görünür sizin millətinizin eğrisi heç vaxt düzələn deyil. Dayaldı bu arzunuz, həsrətində olduğunuz körpülər çoxdan uçurulub. Bağışlayın cənab general. Su gələn arxa bir də gələr. Bəsdir şunu. Dostlar, təşəkkür edirəm hər birinizə. Hesab edirəm kifayət qədər biz geniş danışdıq və hesab edirəm ki, Dövlət Təhlükəsizlik Xidməti də son günlər həyata keçirdiyi uğurlu əməliyyatlar da sübut elədi ki, biz İranla heç bir zaman dost ola bilmərik. Dost olmayacaq. Kimlərsə bunu cəmiyyətimizə sırmaq istəyirlər və cəmiyyətə sırmaqda davam edirlər. Biz mövqeyimizi də, ədalətli mövqeyimizi də və prinsipial mövqeyimizi də dəyişməyəcəyik. Kimlərsə bizim mövqeyimizi dəyişdirmək, kiminsə bizim mövqeyimizi dəyişdirməyə cəhd eləməsinlər. Biz kimlərin terrorçuluğa dəstək verdiyini çox yaxşı bilirik. Və Heydər Əliyevin də, rəhmətli Heydər Əliyevin də İranla bağlı çıxışı olub və o barədə də sizə səsləndirim. İsterdim ki gelecekte bir sefler bırakmasın. Dünya haritasında Mazandaran Gölü adlı bir göl yok. Ve eğer böyle bir göl İran arasındaysa ben onlarla tanımıram, karşıyla bana tanıdasınız. Siz İran'da bazı adamlar böyle yeni adlar icat etmeyle bizim bu Hazar etrafında danışıklarına mani olursunuz. Ama İran daxilən biraz kenara çıxındı. Az daxil İran biraz yeməkdə kenar verir. Daxilində qalsanız bir şey çıxmıyor. Dostlar, yəni bu Xəzər dənizi sözü də bilirsiniz ki, Xəzər xaqanlığı dövründə adlandırılmış bir addır. Və bu barədə bizim çox geniş yazılarımız var, geniş araşdırmalarımız var və bunu təkrarlamaq fikrində deyiləm. Amma təbii ki, tövsiyə edərdim ki, bu kitabı oxusunlar. Və bu kitabda İsrailin tarixini, İsrail necə qurulmalıdır, bunun yol xəritəsi necədir, bu barədə insanlar bilsinlər. Təbii ki, mən Atatürkün də, Yahudilərin Atatürk haqqında dediklərini də mən səsləndirsəm, əlbəttə ki, burada insanlar böyük bir mənada diqqətlə və sayğı ilə yanaşacaqlarını düşünürəm.
Şu anda İsrail'in Berşeva şehrindeyim. Hemen sağa dönüyoruz. Ulu Önder Mustafa Kemal Atatürk'ün "Yurtta barış, dünyada barış" sözüyle hepimizi etkileyen sözünü ve üstünü görebilirsiniz. Tüm bu şehrin bu bölümüne Mustafa Kemal Plaza diyorlar. Böyle. Bunu da size göstermek isterim. Şu anda İsrail'in Berşeva şehrindeyim. Hemen sağa dönüyoruz. Ulu Önder Mustafa Kemal Atatürk'ün "Yurtta barış, dünyada barış" Hər birinizə təşəkkür edirəm dostlar. Mən hesab edirəm ki, kifayət qədər insanlara aydınlıq gətirdim və düşünürəm ki, ədalətin olduğu yerdə, hüququn olduğu yerdə əlbəttə ki, hər cür terrorçular, hər cür terrorizmə dəstək verənlər vandallasına, təhqiramiz ifadələr yazacaqlar. Səviyyəsiz, düşük və qeyri-rasional fikirlər səsləndirəcəklər və mən o insanları anlayıram və o insanlar kitab oxumayan, mütaliə eləməyən, həyat təcrübəsi olmayan insanlardır. Onlara baş qoşmağa məncə heç bir mənası yoxdur. Biz doğru olanın, doğru hardadırsa onun yanındayıq və ədalətin və həqiqətin yanındayıq. Ona görə də biz dünyada ədalətin, haqq ədalətin harda olduğunu biz kadrlarla görmüşük. İndi bəzi insanlar var, yazırlar ki, İsrail Güney Azərbaycanlara nəyəsə ateşinə tutub və belə bir kadrları bilirsiniz ki, CNN Türk kanalı yayımlayır. Fulya Öztürk adlı bir özünə Azərbaycan sevdalısı deyən və vaxtilə cənab prezidentimizdən və Recep Tayyip Erdoğan cənablarından böyük bir dəstək alan və gəlib Qarabağ zonasında Tərtərdə, Bərdədə bombalanan əraziləri çəkmişdi. Amma utanmadan gedib İranı bugün müdafiəsinə qalxıb və uzun illər ANS televiziyasında nəzər nöqtəsi verilişində tanıdığımız və Ləman Əşraf qızı kimi vaxtilə ANS televiziyasında çalışmış Sevil Nuriyeva, özünü İrəvan xanlığının, İrəvan Qərbi Azərbaycanlı hesab edən Nigar Ögədəyə də görürük ki, bugün İsrail əleyhdarı və İran lehdarı, İran tərəfdarıdır və çox sayda mən görürəm ki, həqiqətən pəhləviləri dəstəkləyən medialar var. İndi çox qəribə bir mənzərədir ki, Amerika Birləşmiş Ştatlarının bir CNN televiziyası var və çox aparıcı bir gigant televiziyadır. Bu televiziyanın Türkiyədəki bir televiziyası var, CNN Türk televiziyası. Bu da açıq-aşkar İran tərəfdarı kimi bir təbliğat aparırlar. Bugün Türkiyədəki ulusal televiziya, Haber Global, ümumiyyətlə hamısı Kürt məsələsini atır ortaya. Ay balam, Kürt məsələsi İsrailə nə dəxli var? Və bu barədə mən çox adam indi Mehmet Ali Birantın araşdırmasını baxsınlar və orada deməli APO operasyonunun necə olduğunu görsünlər. Və o barədə Ecevitin də mövqeyini də görsünlər. Mən orada o məsələni insanlara göstərim. O insanlar da bilsinlər. Bu Mehmet Ali Birant əslən yahudi bir, kökənli bir türkdür. Onun deməli araşdırması var idi. Onun bir kadrını mən sizə göstərim necə olub.
Vatandaşlar kaygılıydı. Türk kökenlilerin büyük çoğunluğu ise intikam duygusu içinde Öcalan'ın mutlaka cezalandırılmasını, başka bir deyişle asılmasını istiyorlardı. Ne zamanki mahkemeden idam kararı çıktı, Ankara'yı ve Öcalan'ı bu defa bir korku, bir kaygıdır kapladı. PKK lideri de bu korkusunu açıkça savcıyla paylaştı. Dedi ki beni asarlar mı dedi. Dedim ki 15 senedir Türkiye'de idam edilen olmadı. Tekrar aynı soruyu sordu. Ben dedim ki tekrar yani olmadı. 15 seneden beri bir şey olmadı dedim idam. Bu defa affı gündeme getirdi. Beni affederler mi dedi. Tabii o benim konum değil. Dedim ki onu bilemem yani. Aynen bana söyledi. Buna ilişkin soruları cevaplandırdı. İtalyan Anayasası'nın idam cezasını yasakladığını bildiğini söyleyen Yılmaz, Türkiye'nin idam cezasını uygulamayacağı konusunda güvence vermeye hazır olduğunu ifade etti. Ölüm cezasının uygulanmayacağına dair bu konuda güvence vermeye hazırız. PKK lideri Roma'da yargılanırken kent bir anda Kürt akınına uğradı. Yaşayabileceği bir yer bulmak için. As a political refugee, I didn't want him to go back to Turkey. Onun tekrar Türkiye'ye dönmesini istemedim. Türkiye'ye dönerse tehlikede olacağını düşündüm. Siyasi anlamda Türkiye'de idam cezası vardı. Güney Afrika'ya göndermek istedim ama orada da sorun çıktı. Çünkü onu kabul etmeye hazır olan Mandela hükümeti Amerika'nın baskısıyla tutum değiştirdi. Atasagun devlet adına yanıt veremezdi. Başbakan ve Cumhurbaşkanı ile görüşmem gerekir. Beni bekler misiniz diye sordu. Tabii. Take your time. Acele etme, beklerim. Asker devre dışıydı. Toplantıda bir ara gelince nereye konulacağı da tartışıldı. Başbakan önce yassı adayı önerdi. Ancak MİT'in önerisiyle İmralı'da karar kılındı. APO'nun güvenliği için İmralı cezaevinde bulunan mahkumlar öğle saatlerinde İmralı 10 adlı cezaevi gemisiyle Mudanya limanına taşındılar. Yəni dostlar, bu kadrdan görünür ki, Amerika Birləşmiş Ştatlarının CIA orqanı və Mossadla bir yerdə bu əməliyyatı həyata keçirmişdi və ümumiyyətlə Abdullah Öcalanın yaratmış olduğu PKK terror təşkilatının da adından göründüyü kimi Partiya Komitet Kürt adlanan bir qurum var ki, bugün Suriyada və İraqda, İranda Rusiyanın yaratmış olduğu bir terror qruplaşmasıdır ki, Primakov tərəfindən bu terror qruplaşması yaradılıb və məqsəd Türk millətinin və Türk dünyasını Türklərdən ayırmaqdır və bir etnik separatizmin yayılmasını təşkil eləməkdir. Ona görə də biz dostlar, bu İsrailin peşmergelərə hər hansı bir yardım etməsi iddiaları əsassızdır və Rusiyanın xüsusi xidmət orqanlarına işləyən Azərbaycanın Milli Elmlər Akademiyası açıq-aşkar bu Laçın Zəngəzur adlı bir qondarma bir respublika adlandırıldığı ərazidə bir Kürt ərazisi, Kürtlərin yaşadığı bir ərazi kimi təqdim eləmişdi və bu da dezinformasiya kimi yayılmışdı. Ümumiyyətlə bu dezinformasiyaları yayan insanlar da mütləq cəzalandırılmalıdır. Bir daha hər birinizə təşəkkür edirəm və hesab edirəm ki, bu məsələdə diqqətli olmaq lazımdır. 27 aprel Azərbaycanın bilirsiniz ki, işğal olunduğu gündür və biz həmin günü də düşünürük ki, şəhidlərimizi anmaqla yad eləyəcəyik. Bir daha hər birinizə təşəkkür edirəm. Atamız var olsun. Tanrı Türk qorusun.